Salam əziz izləyicilər. Demək, OTK-nın 15 fevral 2026-cı ildə blok fənləri üzrə keçidi sınav imtahan suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək, sinif 10 riyaziyyat suallarının izahı. Baxıram birinci suala. Demək, A-nı verib bizə 5,52. B-ni verib 2,25-13. Demək, ifadə bu şəkildədir. Baxın, bunu vurub açsaq nə baş verəcək? A kubu çıx 3, A kvadrat B çıxılsın B kubu üstəgəl 3, A B kvadrat. Baxın, bu gördüyümüz ifadə müxtəsər vurma düsturuna görə açıq B-nin kubu deyilmi? İndi hər birini elə bir onlu kəsrə çevireyim. Bunun sürət mənacını 4-ə vursam nə olacaq? %52 olur. Düzdürmü? Bu da 2,52 deməkdir. A'dan çıxıram B-ni. 5,52-dən çıxıram 2,52-ni və kubu. Çıxanda bu 3 eləyir. 3-ün də kubu 27. Cavab oldu E variantı. Növbət baxıram ikinci suala. Deyir, aşağıdakilərdən hansı A üstü 4, B çıx AB çox hadisin vuruklarından biri değil. Bunu ortak çıxartsam, AB'ni ortak çıxarıram. Qaldı A kubu çıx 1. AB qalsın yanda A kubu çıx 1. Kublar fərqinə görə A çıx 1, A kvadrat üstəgəl A üstəgəl 1. Baxıram ki, B vuruğu var, A vuruğu var. A kvadrat üstəgəl A plus 1 var. A minus 1 var. Nə yoxdur? A kvadrat minus A plus 1 yoxdur. O da D variantı. Baxıram üçüncü suala. Deyil ədədləri müqayisə eləyin. Bu A kökdə 3'dür. Bu 3-cü dərəcədən 6'dır. 4-cü dərəcədən 9. Biz ilk olaraq kökün dərəcələrini bərabərləşdirməliyik. 2'yə 3'ə 4'ə kök nədir? 12. 12 olmaq üçün 6'ya vururam. Demək 3 üstü 6. Neçə eləyir? Demək 3 üstü 5, 243, o da 729. Bunu neçəyə vuranda 12 eləyir, 4'ə. Demək 4'ə vurdum 12. 6 üstü 4. 6 üstü 4 nə deməkdir? Elə bir ki 36 vur 36'dır. Qalsın belə. Neçə vuranda 12 eləyir? 3'ə vuranda. Bu da 9'un kubu eləyir. Yəni 9'un kubu. O da 729 olur. O da səhv etmirəmsə. İndi fikir verin. Kökün dərəcələri bərabərləşdirdim. Bu arada bu 12'dir. Baxın, A ilə B, A ilə C bunlar bir-birinə bərabərdir. İndi B'yə fikir versək, 36'nı 36'ya vuranda 36'ın kvadratı neçə eləyir? 1296 yazım da bura. 1296 təbii kök 6 digərlərinin hamısından böyükdür. Ona görə B bunlardan da böyükdür. AC-yə bərabər, B də bunlardan böyük, E variantı. Növbəti baxıram 4-cü suala. Deyir, böyük diaqonalın uzunluğu 9 olan düzgün altıbucağın perimetrini tapın. Düzgün altıbucaqda böyük diaqonal 2A'dır. Baxın, bu 9'dur. Buradan A'nı tapdım, 4,5. Düzgün altıbucağın perimetrini istəyir. Bu 6A'dır. 6'nı vurdum 4,5'ə 27 oldu yəqin ki. Bəli, B variantı. 5'ə baxıram. M'in hansı qiymətlərində 5M çıx 4 bölünsün 4M plus 3 və 4M üstəgəl 3 bölünsün 5M çıx 4. Kəsirlərindən deyir, hər ikisinin qiyməti naturalda olar. Baxın, deyir, M'in hansı qiymətlərində bu da naturalda olar. Bu da. Demək, burada nə edirəm? Fikir verin. Baxın, burada bu şəkildə məsələ M-ə məsələ qiymətlər verib natural görmək olar. Ondan əvvəl baxın, nə edirəm? Baxın, məxrəc nədir? Məxrəc 4M plus 3'dür, düzdürmü? Bunun da əmsal nədir? 5'dir. Məxrəci 5'ə vurub yazıram ki 20M üstəgəl 15. Bircə dəqiqə diqqət eləmirəm. Baxın, bura elə tək yoxdur. Baxın, bunlar bir-birinin nəyidir? Bir-birinin tərsidir. Mənə deyir ki, M-ə elə ədəd yaz ki, bu da natural olsun, bu da. Fikir ver.
Əgər bunlar bir-birinin tərsidirsə, onda bunların hər biri yalnız bir qiymətində ödənər də, başqa cür yəni mümkün deyil. Məsələn necə? Məsələn tutalım, məsəl üçün deyirəm, bu 2-dirsə bu 2 də 1-dir. Bu natır olmaz axır. Və yaxud da tutalım ki, mənim bu 3-dür, onda bu 3 də 1-dir. Məsələn tutalım ki, bu 10-dur, bu 10-da 1-dir. Fikir verirsiniz, yəni mümkün deyil natır olması. Onda natır olmaq üçün nə olmalı? Hər biri bir şərti ödəsə, məsələn bu da 1 olsa, 1-in də tərsi 1-dir. Onda ödənər, düzdürmü? Ona görə m elə bu ifadəni 1-ə bərabər eləsəm, çarpaz eləsəm 5m çıx 4 bərabərdir 4m plus 3-ə. Buradan da m bərabər nəyə? 7-yə. Və yaxud da bunu bərabər eləsək 4m plus 3. Baxın 5m çıx 4 bərabər 1-ə çarpaz eləyəndə yəni eyni ifadə olurdu. Oradan da yenə m-i 7 alıram. Aydındır? Bir dənə C variant. Yəni bu ədədlərin hər biri natural olmalıdır və eyni zamanda tərs ədədlərdirsə, biz bundan baxıb qayda tutmalıyıq ki, bu yalnız hər ikisinin qiyməti 1 olanda baş verə bilər. Yəni başqa cür mümkün deyil. Mən bura 7 yazıram. Onda sən bura 7-də 1 olur axır. 7-də 1 necə natır ola bilər ki? Aydındır? Yəni bu şəkildə. O da yemin sadəcə 7 qiymətində. Yəni bunun qiymət verməklə də görə bilərsiniz. Amma yəni bu sualın gözəlliyi odur ki, siz bunu başa düşməlisiniz ki, tərs olduqlarına görə yalnız 1 olanda bu mümkündür. Bir də gözəl sualdır. Baxıram 6-ya. Demək bizə bir çevirə verib bu şəkildə. Vətər. Bu mərkəz. Bura M, N. Demək radiusu 6-ya bərabər olan çevrədə BAC-ni 15 verib. Bura B, bura A, bura C, bura D. Baxın buranı verib 15. Onda bura nə oldu? 30. Çünki daxil bucaq sökən qövsün yarısıdır. Bizə BMD çıx ANC qövslərinin uzunluqlarının cəmini istəyir. Bizdən bunların elə bir cəmini istəyir. Bu arada ABD də 45 verib. Baxın buranı da verib 45. Onda bura oldu nə? 90. İndi fikir verin. Biz nə tapmalıyıq? Qövslərin uzunluqları cəmi. Gəl belə deyək də buna birinci qövsün uzunluğu deyək. Bu da ikinci qövsün uzunluğu deyək. Normalda qövsün uzunluğunun tüstürü nəyə bərabərdir? Pi, R, alfa böl 180-dir, düzdürmü? İndi baxın, mən nə bu qövsün dərəcəsini bilirəm, nə də bu qövsün dərəcəsini bilirəm. Amma onu bilirəm ki, bura alfa 1 yazın, bura alfa 2 yazın. Baxın, onu bilirəm ki, 30-dan 90-ın cəmi 120 eləyirsə, onda alfa 1 ilə alfa 2-nin cəmi demək 120, bu 240 eləyir. Düzdürmü? Niyə? Çünki bütöv 360 olmalıdır da. İndi baxın, eyni bu düstura görə yazıram. Pi vurulsun radiusumuz 6'dır, vurulsun alfa 1 bölünsün 180. Baxın bu qövsün uzunluğu. Bizə qövslərin uzunluğunun cəmini istəyir onsuz da. Pi vurulsun 6 vur alfa 2 bölü 180. Baxın bu da bu qövsün uzunluğudur. Bu da bunların cəmi dediyinə görə məxrəclərim eynidir. Sürətdə hamısında 6 pi var. 6 pini çıxartsam alfa 1 üstəgəl alfa 2 olur. Alfa 1 üstəgəl alfa 2 bərabərdir 240'a. Niyəsini dedim çünki 30'dan 90'ın cəmi 120'dir. Onların da cəmi 240 olmalıdır ki, bütöv 360 olsun. Demək 6 pi vur 240 bölü 180. 60'a gedir 4, 60'a gedir 3. 6'ını da 3'e böldüm 2, 3'e böldüm 1. Qaldı nə? 8 pi. 8 pi D variant. Növbəti baxıram neçəyə? Neçə idi? 6, 7'yə. PDF-də düşmür nömrəsi. Oturacağı 10 kök 3 bucaqların biri 120 olan bərabər yanlış bucağın yan tərəfinin uzunluğu. Burada bərabər yanlış bucaq. Oturacaq 10 kökdə 3. Bucaqlarından biri 120. Təbii ki bu təpə bucaq 120 olar. Çünki oturacaq kiçik bucaqlar bərabərdir. Buna bu necə 120 olsun ki? Mümkün deyil. Biz bilirik ki bərabər yanlış bucaqda təpə bucaq 120'dirsə, onda oturacaq tərəfdən kökdə 3 dəfə böyükdür. Yəni mən A-nı kök 3'ə vursam 10 kök 3 eləyər.
Buradan da A-nı 10 alaram. Mənə də yan tərəfin uzunluğunu istəyir. Bu qaydanı bilməsəm belə, bu bərabər yəni 3 bucaqdır. Baxın, buradan bir hündürlüyə indirirəm. Yəni hardan gəldiyini deyirəm qaydanın. Bu hündürlük həm median həm tən böləndir. 60-60, bura 30. 10 kök 3'ün yarısı. Bura olacaq 5 kökdə 3. Burada olacaq 5 kökdə 3. 60'ın qarşısına kat et. 5 kök 3 ise 30'un qarşısına kat et. 5'dir. 30'un qarşısına kat et. Hipotenuzun yarısı 10'dur. Yəni buradan gəlir. Bu şəkildə də yanaşa bilərsən. Son növbəti baxıram 8'ə. D parça 4 hissəyə bölünüb. Bu bizdə olsun parçamız. Bu bir hissə. Bərabər demir deyək ki orada. Bu da olsun belə. 1, 2, 3, 4. 4 hissəyə bölünüb. Mənə deyir ki, birinci və dördüncü hissələrin ortalar arasında məsafə 90. Baxın, birincinin ortası, dördüncünün ortası. Buradan bura 90. Sonra deyir ki, ikinci və 3, 1 ilə 4 demək, birinci və dördüncü hissələrin, orada şərt yaxşı düşməyib, hissələrin orta arasında məsafə 90. Aha. Digəri də ikinci və yəqin ki, üçüncü olar. Çox mənim üçüncü olar. Bunların da arasındaki məsafə nəyə bərabərdir? 35'ə. Özü deyir. Deyir parçanın uzunluğunu tapın. Baxın, yəni normal belə yazdı. Məsələn, bura x, bura x. Düzdür mü? Deyir ABC yazım ya da. Bura A'dır, burada A. Bura B'dir, burada B. Bura C'dirsə, burada C. Bu D'dirsə, burada D. İndi fikir ver. Normalda baxın, buradan bura nə qədərdir? Demək A üstə gəl, 2B üstə gəl, 2C üstə gəl. Üstə gəl D. Bu bərabər 90. Yaxşı, bu 2 ilə 3'ün arası nə qədərdir? Bu buradan bura. Bu da B plus C'də nə qədərdir? 35. İndi fikir ver. Sürət, demək yuxarıdan yazıram A üstə gəl, D üstə gəl. 2'ni çıxartsam B plus C bərabər 90. Burada B plus C'nin yerine 35 yazsam A plus D bərabərdir. 2 vur. Daha doğrusu A plus D üstə gəl. 2'ni 35'ə vurur burada. Oldu 70 bərabər 90. A üstə gəl D bərabər 20. Baxın, A plus D var, B plus C var. Mənə bütöv parçanı istəyir. Bütöv parça da bir AB parçası olsun. AB parçası normalde nəyə bərabərdir? Baxın, 2 dənə A, 2 dənə B, 2 dənə C, 2 dənə D'yə. Düzdürmü? Hamısından 2 dənədir. Burada da 2'ni çıxartsam A üstə gəl, B üstə gəl, C üstə gəl, D eləmir. Baxın, 2 vurulsun. Bizdə B plus C var 35. A plus D var 20. Topla 55, 2'ye vur 110. Cavab 110 C variantı. Baxıram növbəti sual. Yəni ki, bu 9 olmalıdır. Bəli. 9-cu suala. D tənlinin kökləri qarşılıqlı indi tərsdir, əksdir. Bilmirəm ki, nə deyir. Qoy elə birinə görə yazaq görə alınabilir. Burada PDF görünmür deyə şərtdə. Bilmirəm burada nə deyir. Köklər qarşılıqlı əks deyək. Tamam. Qarşılıqlı əksdirsə, elə düşünürəm. Qarşılıqlı əks ədədlərin cəmi 0'dır. Ona görə burada V-yə görə inşallah ki, buranın əmsalı 1'dir. Bilmirəm oranı da görmürəm. Köklərin cəmi bunun əksi. Elə 7 minus A. Buradan görürəm ki, 7 minus A 0'a bərabərdir. A 7 olmalıdır. Bizə onun böyük kökünü tapdıq. Tamam, A 7'dirsə, gətir burada A-nı yenə 7 yazıram. X kvadrat. Baxın, burada 7 yazsam, bu 0'a gedəcək. 7'ni 4'ə vur. 28. Üstə gəl 3. Bərabər 0'a. X kvadrat bərabərdir 25'ə. X bərabər plus minus 5'ə. Bizə böyük kök dediyinə görə müsbət 5. Bu biraz məntiqlidir. Çox şərti doğru düşündük. Çünki hələ ki bir problem yaşamadıq. Məsələn, tərs olsa, daim qarşılıqlı tərs olsaydı, bilmirəm də şərtdə nə deyir. Tərs olsa alınarmı? Orada demək 1 olsa kəsirə girir. Çox belədir. Belə də deyilsə daha, yəni üzrləsə bilin. Şərti görəmirəm. Ona görə yazdım mən. İnşallah ki düzdür. Demək, onda 0,21 verib. O birisi 3,4 verib. O birisi də yox. 4'də deyil. 2,2 4'də 1.
O birisi 3 tam 4'də 21. Bizə də ədədlər sırasının ən böyük fərqini tapın. Sonra ən böyük fərq nədir? Böyüyündən kiçiyini çıxmaq. Birinci müqayisəyə görə ən böyük hansıdır? Demək 0 tam %21 arxasına istəyim qədər 0 yazaram. 3 tam 10'da 2. Demək dövr 1 eləyir. İstədiyim qədər yazaram. 3 tam dövr 21, dövr 21, dövr 21 gedir. İndi baxıram, baxın. Burada ən kiçiyi budur, bu heç. Məlum məsələ, bu ən kiçiyidir. Buraya yazdım K. Bu kiçiyidir, məlum məsələdir. Tamı 0'da. İndi o birlərə baxıram. Tamlar bərabər, onda birlər bərabər, yüzdə birlər bərabər, mində 1. Baxın, burada bu mində 1'i 2'dir, bunun 1'dir. Hansı böyükdür? Təbii ki, bu böyükdür. Ən böyüyü də budur. Mənə bunların fərqini istəyir. Bunların fərqi, baxın, belə olacaq da. Elə bir ki, bundan mən bunu çıxmalıyam. Düzdür mü? Bunu elə altada da çıxa bilərsən. Bax, 3 tam 21, 21, 21, 21 gedir. O birisi 0 tam bax, 21, 0, 0, 0, 0, 0 gedir. İndi çıxa gələndə bax, 1, 2, 1, 2, 1, 2, 0, 0, 3. Bu nə deməkdir? 3, baxın, 2, 0 gəlir. Sonra baxın, dövr başladı. Cavab bu. Demək 3, 2 dənə 0. Sonra dövr başladı. 21 A variant. Sonra baxıram 11'ə. Dəyişən hansı mənfi qiymətində? Orada nə görünür? 4 yəqin ki o. 2x çıx 4. X plus 1. 1 minus 2x. X üstəgə 1 onda 5'dir. Nədir o? Yəni ki 1 onda 5 olur. Baxın, mənə deyir ki, dəyişən hansı mənfi qiymətində? Kəsin qiyməti 0 olur. Kəsin qiyməti 0 olmaq üçün sürət 0 olmalıdır. Düzdürmü? Ona görə bu mənfi 1'də olur. Bu da 2'də olur. Amma sualı görürəm ki, səhv yazmışam. Orada şərt nədir? Şərti görəmirəm ki. Variantlara baxanda nə ola bilər ki o? Burada şərti tam görəmirəm. Bilmirəm nədir orada. PDF çox pis düşüb. Bunu bilmədim. Yəni şərt necə olduğunu görəmirəm. Ona görə qalsın. Demək 12'yə baxın. Yəni mən gedişatı deyim. Məsələn orada kəsin qiymət nə vaxt 0 olur, sürət 0 olanda. Sürətdə indi nə veribsə bilmirəm. Mən görəmirəm buraları. Sürəti gedin 0 eləyin. Yəni sürət 0 olandan sonra hansı kök mənfidirsə onu götürəcəksən. Baxıram 12'yə. Fidanın 5 imtahandan aldığı qiymətlərin ədədi ortası 83'ə bərabərdir. Məsələn, belə götürək də. Fidan 5 imtahandan yığdığı balların cəmi, yazıram cəmi, bilmirəm nə qədər x götürürəm. Və bu 5 imtahandan yığdığı balların cəmini bölürəm sayına, bərabər 83'ə. X bərabər, demək 5'i vururam 83'ə, 5, o da nə qədər deyil, demək 1 yadda 40, 415. Baxın, 5 imtahandan 415 bal toparlayıb cəmi. Deyir, növbəti imtahanlar ən az neçə almalıdır ki, ədəd orta 85'dən az olmasın deyir. İndi baxın, 415'in üzərinə neçə bal gəlməlidir bu? Bilmirəm. Ən az nə qədər gəlməlidir? Bilmirəm. Bölürəm nəyə? Sayına. Çünki baxın, bayaq bu 5 dənə imtahanın cəmidir. Üzərinə də bir imtahan gələndən sonra say 6 oldu. Ona görə 6'ya böldüm. Deyir, 85'dən az olmasın. 85'dən az olması nə deməkdir? Ya 85'ə bərabər olsun, ya da 85'dən böyük olsun. Yəni bu deməkdir. Buradan 415 üstə gəlib B bərabərdir. Böyük bərabər daha doğrusu. 6 vuram 85'ə. 0, 3'ə də 48, 510. Buradan da B böyük bərabərdir. 510'dan 415 çıxıram. Demək 5, 9, 195 mi olur? Bəli. İndi
növbətlə ən az neçə bal toplamalı deyir? 195 o 95. 95 bal. Aşağısı. C variantı. Məsələn orada deyə bilərdik ki 85-dən çox olsun. Onda gəl biz bərabər götürməyək. Onda bu 95-dən çox ən az 96 olardı. Az olmasın demək ki, yəni 85-də ola bilər və 85-dən çox olsun. Baxıram 13-ə. 13 fikir verin, ədəd oxu üzərində təsvirə uyğun bərabərsizliklər sistemi hansıdır? Baxın, bu düşünün biz eləsini götürməliyik ki, məsələn variantlara baxsanız, variantdan həllər çoxluğu nəyi tapmalıdır? Kəsişmə tapmalıdır. Yəni fikir versək, biri mənfi 2-dən müsbətə getməlidir. Bir də ya baxın belə olmalıdır. Ya mənfi 2 daxil, mənfi 2 böyük, yəni x böyük mənfi 2 olmalıdır. Və yaxud da x kiçikdir 3 olmalıdır. Ya belə bir şey olmalıdır. Belə olmalı. Yası yoxdur. Yəni elə belə. Çünki o birisi mənfi 2-dən kiçik olsa sola gedərdi. Elə mənfi x böyük bərabər mənfi 2, x kiçikdir 3. Elə C variantı. Niyə bərabər götürdüm? Çünki bura 2 doldursa bərabərdir, boşsa bərabər deyil. Növbəti baxıram 14-ə. Aşağı ədədlərin hansının kök 12 ədədi ilə hasil rasional ədəd deyil? Baxın. 14. Kök 12 ilə hasili rasional ədəd deyil deyirsə, bax kökdə 12-ni vururam kökdə 27-yə. Demək, nə qədər eləyir o? 27 yazaram 3 vur 9. 3'ü 12'ye vuranda 36. 6 çıktı. 9'dan da 3 çıktı. 18. Bu rasyonal. Sonra kökdə 12'ni vururam. Kökdə 3'də 2'ye. Eyni kök altda vururam. Bundan bu sayıda 4 kalır. 4 2'ye 8. Kök çıktı mı? Xeyr. Elə bu rasyonal deyil. Mesela C'ye baxıram. 12'ni vururam. 3'də 25'e. C'de 4 kalır. 4 25'e 110. Bu rasyonal. Kök 12'ni kök 3'e vuranda kök 36 rasyonal. Kök 12'ni 3'də 1'e vuranda gedir 4 2 çıktı rasyonal. Yəni B variantı rasyonal deyil. Baxıram 15'e. A ədədini 11'e böldükdə qalıqda 2 alınır. Deyir ki A kubu üstəgəl 3A plus 4 ədədini 11'e böldükdə qalıq nə alınır? Bunu soruşur. Baxın bu tip suallarda bu natavan qisməti vermir, düzdürmü? Baxın mən bura 1 yazsam, gətir burada nəzərə alsam, mən qalığı neçə alsam, sən tutan bura 2 yazsan da eyni ifadə alacaqsan, 3 yazsan da 4 yazsan da fərqi yoxdur. Mən istəyirəm A ən kiçik ədəd olsun, A olsun 1. Daha doğrusu natavan qismət 1 olsun. Buradan A bərabərdir. Natavan böləni vururam natavan qismətə 11. Üzərinə 2 gəldim 13. İndi A'nın 13 qiymətində qalıq 2 alırsa, burada A'nın 13 qiymətini yerinə yazsam, qalıq nədirsə elə cavab odur. İndi A'nın yerinə 13 yazıram. Baxın 13'ün kubu üstəgəl 3 vur 13 39 üstəgəl 4. Bunu bölürəm 11'ə. İndi fikir ver. Demək 13'ün kubu neçə eləyir? Burada ortaq da çıxara bilərik əslində. 13'ü 3 dəfə özünə vurmayayım da. Demək 13'ün kubu 2197 elədi. Üstünə gəldim. 39 4 nə qədər olur? 43 bölü 11. Bu da eləyir demək. Üzərinə gəldim neçə? 43. 2240 bölünsün 11. Bunu bölək. Qalıq nəticədə cavabı odur. 2240'ı bölürəm 11'ə. Düşür 2 dəfə 22. Düzdürmü? Çıxanda 0. 0 11'ə bölünmür. 4'ü indirdim. 4 də 11'ə bölünmür. Artı 2 dəfə bölünmə deyə 0 atıram. 0 indirəm 40. Düşür neçə dəfə? Düşəcək 3 dəfə 33 qaldı 7. Cavab oldu nə? 7 D variantı. Növbəti baxıram 16'ya. A parametr deyir hansı qiymətlərində cütü tənqid sistemin həlli olar. Demək 3 vurulsun. X'imiz nədir burada? K plus 1'dir. O burada K minus 1'dir. X'in yeni yazılan birbaşa K plus 1 çıxılsın 4 vurulsun K minus 1. Bərabər nəyə? 6'ya. O birisində də A vurulsun. X'in K plus 1
Üstə gəl k minus 1. K minus 1 bərabər 8'e. Baxın buradan k'nı taparam. 3k üstə gəl 3 çıx 4k üstə gəl 4 bərabər 6'ya. 3k'dan 4k çıxsam mənfi k. 3'dən 4'ün cəmi 7. 6'dan 7 çıxanda mənfi 1. K oldu 1. Gətirəm burada indi k'nın yerinə 1 yazıram. A'nı tapıram. K'ya 1 yazsam oldu 2a. 1 yazsam bu oldu 0 bərabər 8. A da oldu 4. Cavab E variantı. Növbət baxıram 17'yə. ABC natural ədədləri cüt-cüt qarşılıqlı sadə olarsa, qarşılıqlı sadə. Baxın A, B, C. Cüt-cüt qarşılıqlı sadə o deməli ki, A ilə B qarşılıqlı sadədir. Mesela A ilə C də qarşılıqlı sadədir. B ilə C də qarşılıqlı sadədir. Yəni cüt-cüt qarşılıqlı sadə bu deməkdir. Aha. İndi əbob AB. A ilə B də qarşılıqlı sadədirsə əbobu 1'dir. Düzdürmü? Üstə gəl. B ilə C də qarşılıqlı sadədirsə əkobu hasilidir. Və cavab BC plus 1 olur. Yəni E variantı. Növbət baxıram 18'ə. X çıx Y-i mənfi 5 verib. Demək Y çıxılsın Z-i 3 verib. Mənə Z çıx X çıxılsın Z minus Y bölünsün X çıx Y-i istəyir. İndi qulaq as. Demək X-dan Y çıxanda mənfi 5'dirsə, buradan mən başa düşdüm ki, X Y-dən kiçikdir. Baxın, Y-dən Z-i çıxanda 3, yəni müsbətdirsə, demək Y də Z-dən böyükdür. İndi bunları bizim nəyi tapmaq istəyirik? İndi görək X. Məsələ, X-dan Z-i bilmirəm də necə olduğunu, düzdürmü? İndi X-dan Z-i gəlin görək nə baş verir. Yuxarını aşağını toplasam, bunlar gedər. Burada qalır X çıx Z yuxarını aşağını toplayanda. Mənfi 5 dənə də 3'ü toplayanda olacaq mənfi 2. Baxın, X-dan da Z-i çıxanda mənfi 2'dirsə, demək X da Z-dən kiçikdir. Vəssalam. İndi baxın, X normalda Z-dən kiçikdir. Məsələ Z, məsəl üçün deyirəm, Z-ə 5 verəndə bu 4 olsun, məsəl üçün. Və yaxud da 3 olsun, mənfi 2 arasında. Məsələ Z-ə 5 yazıram, X-ə 3 yazıram. 5'dən 3 çıxanda müsbət edir, bəli, demək olduğu kimi. Sonra sürət yerində olduğu kimi. Məxrəcə baxın, X minus Y. X Y-dən kiçikdir. X Y-dən kiçik olduğuna görə, nə olmalıdır? Bu mənfi çıxmalıdır. Qarşı mənfi atsam bu müsbət olacaq X çıx Y. Vəssalam. İndi baxın, X çıxılsın Z mənfi 2'dirsə, Z minus X nədir? Əksi müsbət 2. Z minus, baxın, Y çıxılsın Z 3'dürsə, Z minus Y bir-birinin əksi olacaq mənfi 3. Sonra X çıx Y-də elə mənə nə verib? Mənfi 5 verib də. Bu da olacaq 2,6. D variantı. Baxıram 19'a. Demək A üstü M-dir yəqin ki o. Çıxılsın 36. Çoxaltsın deyə vuruqları A minus 6 və A plus B olarsa. BM ədəddən A'sını tapın. İndi qulaq asın. Baxın, normalda bu çoxaltları mən vurub açsam, orada ən böyük dərəcə A kvadrat alıram. Bəli. Onda solda ən böyük dərəcə A kvadrat olmalıdır. Demək M olmalıdır 2. Artıq M 2'dirsə bu A kvadrat minus 36'dır. Onda bu da A minus 6 A plus 6'dır. Demək onda B'nin yerinə nə düşdü? B'yə də müsbət 6 düşür. Bizə də B ədədlərin hansını istəyir? O da olur 12. D variantı. Baxıram 20'yə. Ədədlər də tərs mütənasibdir. Tərs mütənasib olanda hasillər bərabər olmalıdır. Baxın, bu ikisini 1 götürsəm ilk öncə. Bundan bu gedər 7'yə. Burada 3 qalar. Burada 2 qalar. Burada bundan gedər 5 qalar. X oldu 10. X'i 10 tapdım. Bir dəfə də eyni ədədi baxın bundan götürürəm. Hamısı bir-birinə bərabər daxil. Bundan bu gedir. Burada 7 qalır.
7y 14'sə onda y də 2'dir. Və salam. Bizə də x çıx y istəyir. Bu da 8. A variantı. Sonra baxıram 21'ə. 20 sürət verib 5 plus. Birbaşa yazıram. 5 plus 2 kök 6. Onun yerinə mən kök 3 plus kök 2'nin kvadratı düşünə bilərəmmi sürətin yerinə? Məxrəc də kökdə 3 plus kökdə 2'dir. Üstəgəl kök 3 çıx kök 2. Bundan bu gedər. Biri qaldı sürətdə. Baxın biri sürətdə qaldı. Bu da bundan gedir. Qaldı 2 dənə kök 3. Baxın bunu məsələn dediyimi görməyənlər sürət məxrəcin qoşmasına vursa yenə eyni ifadə alacaq. Sadəcə o sualın verilmə üsulu, yəni bunu görməkdir də məqsəd, belə deyim. Cavab 2 kök 3 B variantı. Növbəti baxıram 22'yə. Deyir 30'dan kiçik sadə ədədlər çoxluğu A ilə 30'dan kiçik sadə ədədlər nələrdir? Bax məsələn deyim ki, bir nəsədə nə mürəkkəbdir? 2'dir, 3'dür, 5'dir, 7'dir. Düzdürmü? Bizə kəsmə istəyir də. Məsələn bu belə gedir 30'dan kiçik 29'a qədər. 5'ə bölünən 2 rəqəm ədədlər çoxlu isə B ilə işarə olunmuşdur. Baxın 5'ə bölünən 2 rəqəmli ədədlər çoxlu nələrdir? 5'ə bölünən 2 rəqəm ədədlər 10'dur, 15'dir, düzdürmü? 20'dir, 25'dir, 30'dur. Bax belə gedəcək. Deyim ki 35, nə bilmə gedəcək 95'ə qədər. İndi biz bilirik ki, baxın, bu ədəd 5'ə bölünürsə, düzdürmü? Bir ədəd 5'ə bölünürsə, sonu 5 ilə bitməlidir. 5'ə bölünən ədədlər içərisində 5'in özüdür sadə. Qalan hamısı mürəkkəb olacaq. 5'ə bölünən bütün ədədlər mürəkkəbdir. Yəni 5'in özüdür sadə. Ona görə burada kəsməsi, hətta bizə n a ilə b-nin kəsməsini istəyir. Say 0'dır, yəni kəsmə yoxdur. C variantı. Növbəti baxıram 23'ə. Demə 23. Baxın 3 nb bərabər 5 n a fərq b verib. Düzdürmü? Bəli. İndi baxın nb haradır uşaqlar? nb baxın buradır. Bax buranın cəmi. Yazıram 3 vurulsun nb, onları topla. 4x 3x-dən x-in cəmi 4x üstəgəl 5. Bu səndə nb bərabər 5 vurulsun a fərq b. A fərq b haradır? A fərq b baxın buradır. 5 vur 2x plus 7. Bax belə. Demək bu tənliyi həll etsək 12x üstəgəl 15 bərabər 10x üstəgəl 35. 12x'dən 10x çıxsam qaldı 2x. 35'dən 15 çıxdım 20. X 10. Məndən NA istəyir. Baxın NA nəyə bərabərdir orada? NA baxın buradır bütöv. Demək 3x üstəgəl 8. 3'ü 10'a vursam 30 üstəgəl 8 oldu 38. Cavab demək 38 oldu. Növbət baxıram 24'ə. Katerin demək axına qarşı olan sürəti çayın sürətindən 7 dəfə çoxdur. Demək baxın bu katerin sürətidir, bu da çayın sürəti. Deyək katerin axına qarşı olan sürəti çayın sürətindən, katerin axına qarşı sürəti bir dəqiqə. Katerin axına qarşı sürəti nə deməkdir? Katerin sürətindən çayın sürəti çıxmalıyam. Baxın bizə katerin sürətinə çayın sürətinə çıxanda bu axına qarşı olan sürətdir. Axına qarşı deyir ki, katerin axına qarşı olan sürəti çayın sürətindən 7 dəfə çoxdur. Çayın sürəti, baxın bu, bundan 7 dəfə çoxdursa, demək çayın sürətini 7'yə vuranda axına qarşı olan sürəti verir. Demək buradan da katerin sürətini tapıram ki, 7 v çay üstəgəl v çay demək 8 olurdu. 8 v çay. Yəni katerin sürəti çayın sürətindən 8 dəfə çoxdur. Deyir, axınla olan sürət çayın sürətindən neçə dəfə çoxdur? Axınla olan sürət nə deməkdir? Katerin sürəti ilə çayın sürəti toplanır. Kater 8 v çaydır. Üstəgəl v çay, bu da oldu 9 çayın sürətinə. Deyir, axınla olan sürəti çayın sürətindən neçə dəfə çoxdur? Buradan görürəm ki, 9 dəfə çoxdur. Deyir, axınla olan sürət bu qədərdir. Çayın sürətinə böləndə bunlar gedir 9 dəfə çoxdur.
Cavab 9 dəfə. Sonra baxıram 25-ə. Deyir, uyğun tərəfə perpendikulyar olan bucaqlardan biri digərindən 3 dəfə kiçikdir. Biri alfa, biri beta, biri digərindən 3 dəfə kiçikdir. Məsələ üçün biri 3x olanda digəri x olsun. Təbii ki, bunlar bir-birinə bərabər deyil. Buradan görünür. Bərabər deyilsə, bunların demək cəmi 180 olmalıdır. Onda x oldu 45. Biri 135 dərəcə. Biri 45 dərəcə. Böyük bucağın dərəcə ölçüsünü tapın deyir. Elə 135 cavabımız. Növbət baxıram 26-ya. Demək 26-da bizə belə bir düz bucaqlı 3 bucaq verib. Bir dənə də belə. Dəqiq. Bu belə. Bu belə. Demək bu da bu şəkildə. Baxın, bura verib x. Bura verib x plus 4. Burada verib x plus 2. Məndən nə istəyirsinizmi? Deyək ki, katetləri option bu olanlar düz bucaqlı 3 bucağın tərəflər üzərində bərabər tərəfli 3 bucaq qurulmuşdur. Bərabər tərəfli 3 bucaqların perimetrlərin cəmini istəyir. Baxın, bu da bərabər tərəfli 3 bucaqdır. Bu da bərabər tərəfli 3 bucaqdır. Bu da bərabər tərəfli 3 bucaqdır. Və biz içəridə nə görürük? Düz bucaqlı 3 bucaq görürük. Və məşhur Pifaqoruma görə gedib x-i tapa bilərəm. Katetin kvadratı üstəgəl katetin kvadratı bərabər hipotenuzun kvadratına. Bunları açsam x kvadrat üstəgəl 4x üstəgəl 4 bərabər x kvadrat üstəgəl 8x üstəgəl 16. Buradan bir dəqiqə. Bu bir də üstəgəl x kvadrat var da. Bu x kvadrat üstəgəl bir də bunun açılışındakı x kvadrat. 2x kvadratdan x kvadrat çıxsam qaldı x'in kvadratı. 4x'dan 8x çıxsam qaldı mənfi 4x. 4'dən də 16 çıxsam qaldı mənfi 12 bərabər 0. Toplayanda müsbət 4 vuranda mənfi 12. Müsbət 6 ilə mənfi 2'dir. Təbii ki, mən müsbət 6 götürürəm çünki tərəfdir. Və bizə bunların perimetrini istəyir. X 6'dırsa bunların hamısı 6 olur. Burada x 6'dır. Üzərinə 4 gələndə 10. Bunların hamısı 10 olur. X 6'dırsa bu da 8 olur. Və perimetr bərabər. Birinci üç bucağın perimetrini 3'ü vurdum 6'ya oldu 18. İkinci üç bucağın perimetrini demək tərəf 10'du 3'e vurdum 30. O bir də 3'ün 8'e vurdum 24. Bu da nə qədər eləyir? Demək 42, 30, 72. Perimetrlərin cəmi oldu 72. Növbət baxıram 27'yə. Demək birincisi düzgün 5 bucaqlıdır. Demək düzgün 5 bucaqlının düzgün olduğu perimetri təbii ki 5A'dır. Düzdürmü? Aha, indi onun düzgün 5 bucaqlının sahəsi. Düzgün 5 bucaqlı baxın bu şəkildədir. Normalda baxın düzgün 5 bucaqlının sahəsi nə ola bilər ki? Fikir verin. Baxın düzgün biz bilirik ki istənilən düzgün çox bucaqlının xaricinə çevir çəkə bilirik. Baxın xaricinə çevir çəksəm burada fikir verin 5 dənə sahələrə bərabər 3 bucaq əmələ gəlir. Düzdürmü? Yəni biz buradan standart sahə düsturunu çıxarmaq yanlış olar da belə deyim. Yəni variantlara görə sahələr bunu dediyimiz sahəni verməz. Yəni bunlar düzgün 5 bucağın sahəsi ola bilməz. Çünki orada xaricinə çevrə çəkəndən sonra orada 5 dənə elə bir ki kongruent 3 bucaqlar əmələ gəlir. Hamısı bərabər yanlı olur. Bərabər tərəfli yox, bərabər yanlı. Niyə? Çünki 360'ı 5'ə böləndə 72 olur. Elə bir ki belə bir 3 bucaqlar əmələ gəlir. Bura olur 72, bura olur 54, 54. Yəni biz ancaq bunu tanqisi falan görə sağa gedə bilərik. O da variantə baxanda ehtiyac yoxdur. Yəni bir də sadəcə burada olur. 2 nədir? Bərabər tərəfli 3 bucaq. Bərabər tərəfli 3 bucağın perimetri 3A. Elə sahəsi də
A kvadrat kök 3 böl 4'tü. Sahə kök 3 A kvadrat kök 3 böl 4. Bu da olur B variantı aynı zamanda. Demək 1'ə getdi, 2'yə getdi B ilə D. 2'yə getdi B ilə D. 3 nədir? Kvadratdır. Kvadratın perimetri 4A. Sahəsi isə A kvadratdır. Düzdürmü? Aha. Perimetri 4A. 3'ə C uyğundur. Orada 2'də bir A kvadrat verib. O yanlışdır. Sadəcə demək 1'ə E, 2'yə B'dir, 3'ə də C oldu. Baxıram növbəti 28'ə. 28 sualı, yəni topla da var o tip sual. Üzərində göstərəm, qulaq asın mənə. Biz düz bucaqda bilirik ki, bütün bucaqlarımız 90'dır. Düzdürmü? İndi dinlə. Bax, burada 1, bax burada 1. Neçə dəqiqə? Bax burada 1 düz bucaqlı 3 bucaq alındığını görürəm. Və düz bucaqlı 3 bucaq ipətona çəkilən hündürlük görürəm. Orada nə xatırlayıram? Evklit diyorum. H kvadrat M'in. M'imiz 6, N'imiz 3. Demək H kvadrat bərabər 3 vur 12. 36, H6. H'ı tapdıq, bəli. Düzbucağın sahəsini mən birbaşa bu hündürlük vurulsun diagonal götürə bilərəmmi? Bəli. Bax, hündürlük ilə diagonal vuranda düzbucağın sahəsini verir. Məsələn, deyə bilərsiniz mənim hardan gəlir? Bax, normalda üçbucaq kimi düşünsəm, bu hündürlük vurulsun diagonal bölü 2. Baxın, bu üçbucağın sahəsini verirmi? Burada da eyni üçbucaq var deyə 2 dənə eyni üçbucaqdır. Ona da 2'yə vuranda 2'lər gedir. Elə H-D tüstürü qalır. O da sənin hündürlüyün 6 idi. Diagonalın da 12'dən 3'ün cəmi 15. Bu da nə qədər oldu? 90. Bunun sahəsi oldu 90. Sonra baxıram 29'a. Burada əkilən sahə bütün tarlanın 45%'ni, arpa əkilən, bax bütün tarla olsun X. Demək buğdamız bütün sahənin 45%. 45% getdi buğda. Arpa əkilən sahə isə buğda əkilən sahənin 9'da 4'üdür. Demək arpa da baxın bunun 9'da 4'üymüş. %45 X'i vurdum 9'da 4'ə. Bundan bu gedir burada 5 qaldı. Bundan bu getdi burada 25, bu da 1. Oldu 125'də 1x arpadır. Burada 9'da 4'dür də, bəli. Aha, tarlanın qalan hissəsinə qarğıdalı əkildi. Demək, bunu ekstra yaparsam nə qalacaq burada? 5'ə getsəm 5'ə getsəm nə qalır burada? 20. Elə 100-dən 25'ə köp. Gələ belə götürək də. Bunu elə belə saxlayaq. Heç ixtisar aparmayayım. 4'ü falan. Elə 500'də elə 4x yazın bunu. Bunu da 500'ə gətirək. 225x yazım. Toplayan nə qədər? 500'də 229 eləyir. Deyir, qarğıdalı əkilən sahə tarlanın qalan hissəsinə qarğıdalı əkilmişdir. İndi toplayanda nə qədər əkilib? 500'də 229 əkilib. İndi 500'də 500'dən çıxıram 500'də 229'u. Demək o da eləyir 271x. Baxın 500'də 271x. Bu qədər qarğıdalı əkilib, qalanlarda buğda arpadır. Deyir, qarğıdalı əkilən sahə. Baxın bu. Arpa əkilən sahənin neçə faizini təşkil edir? Demək, bunu buna bölüb 100'ə vurmalıyım. 500'də 271x'i bölürəm, baxın buna. Bölən də tərsinə vurulacaq. Demək, 4x'da 500 vurulsun 100. Bundan bu gedəcək. Düzdürmü? Bəli. Bundan bax x-lar gedəcək. %4'ə vuranda, böləndə qalacaq 25. Bircə dəqiqə üzrü sayın ayıldı. Bu 45'e 5'ə bölüb 5'ə məxrəcə yazmışam. Deyirəm bu 271 niyə belə qəribə bir ədəd aldım burada. Üzrü sayın bircə dəqiqə. Demək, baxın, arpa bu qədər əkilib. Bunu vururam nəyə? 9'da 4'ə. Demək, bunlar gedər. Burada qalar nə? 5. Düzdürmü? Bu da olsun elə məxrəci saxlayım olduğu kimi %20x. Baxın, oldu belə. İndi nə qədər əkilib?
%45, %20, %65 əkilib. Onda qarğıdalıya nə qədər qalıb? %65-i əkilibsə %35 qalıb. O belə. İndi sənə deyir ki, qarğıdalı əkilən sahə arpa əkilən sahənin neçə faizini təşkil edir? Qarğıdalı əkilən sahəni bölürəm arpa əkilən sahəyə. Böləndə tərsinə vurulur. Onu da vurdum 100-ə. Qarğıdalı əkilən sahəni böldüm arpa əkilən sahəyə, vurdum 100-ə. Bunlar gedər. Bu da bundan gedir. Bu da bundan gedir. Qalır burada 5. 5-də vururam. Nəyə? 35-ə. Bu da nə qədər edir? Neçə faizini təşkil edir? Demək 175 faizini təşkil edir. Neçə faiz çox desəydi? 75 faiz çox olardı. Demək 175 faiz. Demək növbəti baxıram 30-a. 30 isbatdır. Deyir mərkəzdə O1, O2 radiusları R olan, böyük yer, kiçik yer olan iki çevrə bir-birinə xaricdən toxunur. İsbat edin ki, bu çevrələrin ortaq toxunanı olan AB parçasının uzunluğu demək uyğun olaraq 2 kökdə R düsturu hesablanır. Gəlin baxaq. Bu bizdə olsun böyük çevrəmiz. Bu da bizdə olsun kiçik çevrəmiz. Düz xəttə çəkim, onu toxundurum. Baxın belə. İndi bura O1'dir. Bura O2'dir. Bunu çəksəm bu bizdə böyük radiusdur. Bunu çəksəm bu bizdə kiçik radiusdur. Baxın buranı da birləşdirirəm. Bizə AB parçanın uzunluğu istəyir. A buradır, B buradır. Baxın normalda burada nə alırıq? Normalda biz burada bir dənə düzbucaqlı trapesiya alırıq. Düzdürmü? İndi bizə AB parça uzunluğu istəyir. Baxın AB parçasına bir X desəm. Fikir verin. Biz X'i necə tapacağıq? Yəni düstur çıxaraq. Bax buradan bir paralel, AB-yə paralel düz xətt çəksəm, bunun özü də X olurmu? Düzdürmü? İndi bura bütöv R idi. Baxın. Bu balaca, baxın bütöv R də böyük yerdir. Bura balaca R'dirsə, bura R böyük yer, kiçik yer oldu mu? Oldu. Fikir verin. Buradan bura, baxın. Buradan bura bütöv uzunluq nəyə bərabərdir? Bütöv uzunluq R plus R kiçik yerə bərabərdir. Burada Pifagor gedirəm. Baxın x kvadrat üstə gəl. Bunun kvadratı katetan kvadratına bərabərdir hipotenuzun kvadratına. Bunu da açsam böyük yer kvadrat çıxılsın 2 misli üstə gəl kiçik yer kvadrat bərabər böyük yer kvadrat üstə gəl 2 misli üstə gəl kiçik yer kvadrat. Sağ sol isə r kvadratlar gedər. Kiçik yer kvadratlar gedər. Buradan da x kvadrat bərabərdir. Bunu sağa atsam müsbət 2 dənə olur. Bundan olur 4 dənə erir. Sağ sol kök alsam 2 kökdə erir qaldı. Bu da bizim düsturumuz. Hardan gəldiyini göstərdim sana. Bu da sonuncu sual idi. Sağ olun. Hər birinizə uğurlar. Növbəti sınaqlarda görüşənədək.